Sizcə, yəni bu səfərlər nəticə etibarilə bu Suriya üzərində görünür ki, burada Suriyada marağı olan bütün qüvvələr uzlaşmış kimidirlər. Yəni ilk əvvəldən görsənirdi ki, Türkiyənin dəstəklədiyi bir qüvvələr Suriyada hakimiyyətə gəlib, bunu bu cür təqdim etməyə çalışırdılar. Təbii ki, qərb tərəfdən, ərəb dünyasında da bu geniş narazılıq və narazılıq doğururdu. Türkiyənin apardığı siyasət Recep Tayyip Erdoğan'ın daha çox arxa plana çəkilib, hətta bütün ipləri əlində olduğu şaranın belə daha öncə məlum ərəb dövlətləri ilə əlaqələrinin qurulmağına çalışırdı. Dediyim kimi, müəyyən bu proses dağılmasın deyə. Amma hər şey aydındır. Yəni, İran tərəfdən baxanda düzdür bir qədər aydın deyildi. Fərqli burada güya Türkiyə-İsrail ittifaqının bir nailiyyəti kimi təqdim olunurdu. İndi isə məhz Erdoğan'ın yenə də görsənmədən səsi ilə iştirak etdiyi bir tədbirdə Amerika Birləşmiş Ştatları, yəni Suriyanın keçici prezidenti bir razılığa gəlindi. Sizcə bu gəlinəcək razılıq, niyə görə bunu mən deyirəm? Çünki Suriyada gəlinən konsensusun Qafqazdakı bundan sonraki proseslərlə də əlaqəli olduğunu deyənlər var. Bu mövzuya da gələcək. Sizin münasibətiniz necədir? Doğrudan da mı Suriya üçün artıq bütün maraqlı tərəflərin uzlaşdığı və bundan sonra ancaq perspektivdə yaxşı günlərin göründüyü anlamını verə bilərikmi? Əslində burada o bölgədə görünməyinə baxmayaraq, bunun kökləri başqa yerlərdə gedir. Yəni, Amerikanın böyük siyasətində bu bir elementdir. Yəni, ayrıca bunu götürmək doğru deyil. Həm burada logistik yollar məsələsini nəzərə alıbdır. Yəni, Trump gələndə Panama kanalını elə belə demirdi. Tutaq ki, Afrika burnundan tutmuş, yolların keçməsindən tutmuş o kanalın məsələsi, Hind okeandakı vəziyyət, Anakonda, məşhur Anakonda elementini sonlandırmaq üçün Çinə təzyiqlər və yaxud da Sakit okeandakı birlik, Avstraliya, Yaponiya, Böyük Britaniya və s. 6 dövlətin orada yenidən bir toparlanması məsələsi, verdiyi şüarlar, Çinə qarşı olan baskılar falan, bunlar hamısı bir yerdə götürülməlidir. Amma Suriya məsələsində məncə Trump'ın bir yeni davranışları vardı. O nədən ibarətdir? Trump tapşırıq dəftərlərini paylamışdı sanki hər kəsə və təzyiqlərini eləyirdi və yoxladı. Tutaq ki, Rusiyada bir tapşırıq dəftəri vermişdi, Ukraynada vermişdi, Suriyada, Türkiyədə, Çinədə, başqa yerlərdə. Görürsə, indi Çinlə gəldi əlaqələrdə, tariflərdə 10% qədər, 30% qədər endirdi. Çində 10% qədər endirdi tarifləri. Ya Türkiyədən əvvəl belə görünürdü ki, Suriyada heç bir şey güzəştə gedilməz, amma siz də dediniz ki, o video görüntüdə belə çox sayıqla yanaşdı. Məncə, indi belə bir dənə metod götürübdür. Özüm işləməkdən çox özüm işlədim. Yəni, tərəfdarlarını Amerikanın bölgəyə baxış bucağı. Baxışı budur. Yəni, mən özüm burada işləməyim, işlədim. Trump bir vaxt xatırlayırsınızsa, Suriyada, İraqda vəziyyət çox gərgin olanda bir fikir demişdi ki, biz burada proksi qüvvələr yaratmışıq ki, bunlar döyüşsünlər. Mən nə ordumu döyüşdürməliyəm ki, bunlar döyüşəcəklər. Açıq mətnlə demişdi bunu. Və öz ordusunu yalnız mən neft buruqlarının yanında saxlayacağım ki, bu qədər də açıq bir mətnlə danışmışdı. İndi də eyni cür çıxış edir. Məsələn, Ukraynaya Avropadan silahlı qüvvələr bağışlayıcılar geçsin deyəndə hamı belə düşünür ki, bəlkə bu Rusiyanın mövqeyini daha çox müdafiəli yumuşaldır. Yox deyər, amma yox demədi. Dedi, yaxşı təklifdir, amma biz iştirak eləməyəcək. Buyurun, gedin, Makron təklif eləmişdi o vaxtları. Bax, bu işlətmə məsələsini eyni şey Avropada da elədi. Məsələn, Ukrayna timsalında Avropa tamamilə yatmışdı, bütün işlər atmışdı Amerikanın boynuna. Həm pulu da o verirdi, hərbiçini də o verirdi. İndi nə elədi bu? Çəkildi kənara, dedi ki, buyurun. İndi artıq siz öz işi görəcəksiniz. Həm də Amerika xalqına mesaj verdi. Paralel daxili siyasətdə də işləyir. Çox ağıllı bir gedişləri var. Kim Trump'ı necə qəbul edirsə eləsin. Yox, heç. Əslində çox normal qarşılaması adamdır. Tutaq ki, məsələn, Ukrayna Amerika üçün yük idisə, ki ona 350 milyard pul verirdilər. Bu gün isə o deyir ki, mən nəinki ona pul vermirəm, hətta yeraltı sərvətlərinə müqavilə bağlamışam, mən buradan pul gətirəcəm. Üstəlik, bura silah satmaqla bağlı olaraq. Silahını Avropalar bundan alacaqdı, verəcəkdilər Ukraynaya. Yerə silah verilir, amma Amerika vermir bunu. Və onlara da bildirdi ki, Avropa bildirdi ki, öz ayağının üstündə dayanın. Avropa Amerikasız davranış, NATO'da davranış modelinin axtarışındaydılar. Ona görə Suriyada da məncə, o bilir ki, Şam Türkiyənin arxa baxçasıdır. Tarixən belə olubdur və hər nə eləyirsə eləsin, insan amili mühümdür. Türkiyənin ora təsir imkanları daha çoxdur. İstəyir Amerikaya qədər pul olsun, əskəri olsun, çevrilişlə bir adam gətirsin, aparsın.
orada söz sahibinin Türkiyənin olmasına razılaşacaqdır. Amma bir şərtlə razılaşır ki, uzlaşıq. Eyni şey hətta Ukrayna üçün də meydan verdi Türkiyə. Ki, mən Cənab Ərdoğana müraciət edirəm ki, Ukrayna məsələsini bir yerdə çözək. Bunu hər bir lider deməzdi. Çox özünə güvəni vardı məsələlərdə. Oyunu öz istədiyi kimi aparır hər bir yerdə. Bölgədə də məsələn, İsrailə verdiyi rollarda bölməyə başladı. İndi bu İbrahim sazişindəki bəzilərində qatmaq fikri vardı. Əslində bu nəyə eləyir? Ayın 7-sində İsrailə Həmas hücum elədi. Oktyabrın 7-si yoxsa noyabrın? Oktyabrın 7-si. O hadisəyə qədər bu sazişdə xeyli ərəb dövlətləri zaten İsrailin yanındaydılar. Amma ondan sonra vəziyyət dəyişdi. Və o sazişdən 2 ay əvvəldə bir başqa memorandum imzalanmışdı yolla bağlı. Məşhur David yolla bağlı da memorandum imzalanmışdı. O məsələ prosesi atmışdı geriyə. İndi yenidən o sazişlə yeni bir dənə yer qurur, müstəvi qurur. Amma işi tapşırır İsrailə. Ki, siz də burada eləyəcəksiniz. Səudiyyə Ərəbistanı o pulla bağlı başqa dövlətlərdə niyə səfərbər edir? Bir, pulu və silah al. Silah varsa orada, o silah bir gün işləyə bilər, bu bir. Bir-biri üzərində nəzarət mexanizmidir, həm də təzyiq mexanizmi. Çox doğru, bir bu. İkinci, silah verdiyin yer səndən silahın zapkasını almalıdır, ehtiyatsasını almalıdır, sursatını almalıdır falan. Nəticə bir asıllıq da yaradır. Asıllıq yaradır, 2. Özü pul qazandı, bu 3. Və ən mühümlərindən biri də nə idi? Bax, xatırlayırsınızsa, Qəzza haqqında bir fikir vardı onun. Qəzzanı sahil bölgəsində təmir eləmək falan. Amma nə deyirdi? Bunu ərəb ölkələri eləyəcəkdilər. Onların boyu. Bu dağıdır, bunun boyuna qoy. Burada çox böyük bir əslində iş vardı. Mən bunu təkcə Amerika tərəfindən yönləndiyi iddia eləmirəm. Amma bir mərkəz var ki, Anglo-Sakson, Britaniyanın da bunda maraqlı olduğunu deyənlər var. İşit məsələsində, işit neynədir? İşit faktiki olaraq nəticə əldə eləməyən bir qurum idi. Fayda göstərib, nəticə yoxdur. Yəni, faydalı iş əmsal yoxdur ortada. Amma bütün İslam dəyərlərini alt-üst elədilər, İslam abidələrini dağıtdılar, o ölkələri alt-üst elədilər. Məşhur o Ərəb baharı ilə ölkələr alt-üst oldu. Və təkcə mən Misirdə paytaxtı təmir üçün 38 milyard dollara ehtiyac oldu. Misirdə? Bəli, Misirdə bərpa işlərindən bağlı olaraq Misir ətrafında və yeni paytaxt salmaq düşüncəsi var hələ. Deməli, nə o inqilabdan sonra dağıntılar deyir. Liviyada bu gün də dağıntılar gedir və varlı bir dövlət idi. Məqsəd nə idi? Ərəb dövlətləri çox pullanmışdılar. Bu pulu onların əlinə almaq bir. İkinci, elə dağıtmaq ki, bu pulu özlərində investisiya kimi qoyma haqqında düşünsünlər. Eyni şey biraz da Ukrayna üzərində gedir. Bu günləri fond yaradırlar, investisiya fondu. Düzdür, bərabər səhv hüququyla investisiyadan xərclənəcək, amma Ukraynanın bərpasından bağlı olaraq. Yəni, sən çox varlanıb mənə mane olacaq səviyyə gedə bilməzsən. Tam pekim olan kimi, bayaq hər siz o məsələyə toxundunuz, mənim nəzarətindəsiz, mənim yanımdasız deməyiz. Ona görə həm maliyyə, Suriya məsələsi, həm maliyyə məsələsi, həm böyük oyunda yaxın şərq elementi, həm logistik imkanlar məsələsi, həm də işi bölmək və artıq tapşırıq dəftərlərini toplayıbdır. Bundan sonra Trumpın yeritdiyi siyasət indiyə qədərki kimi müəmmalı olmayacaq. Bir çox məsələlərdə açıq mövqe qoyacaq. Mən belə düşünürəm. Bax, mən niyə görə yenə də Suriya məsələsindən gəlirəm? Siz IŞİD-dən danışdınız ki, IŞİD-i hətta bu günlərdə artıq Amerika Birləşmiş Ştatlarındakı önəmli media qurumlarından biri açıq-aşkar Obamanın bunu yaratdığını artıq yazmağa başlayıb. Məhz çox CIA-dən çox önəmli mənbələrə istinadən. Bu da nəticə etibarilə maraqlı bir şeydir. Siz deyirsiniz ki, IŞİD yəni bir şey yaramadı. Bugün Türkiyə, Səudiyyə, Qətər və digər İslam ölkələri ki var, siyasi, bəli, onların parçalanmasına və onların ziddiyyət içində olmasının səbəbi oldu. Bəli, əslində uzlaşmanın qarşısını aldı, indi fərqli bir şəkildə onları uzlaşdırır. Bax, Suriya niyə görə önəmlidir? Yəni, Suriyada sabitlik, parçalanmadan bir dövlət, nəticə etibarı Qətərdən tutmuş, bu bölgədə maraqlı olacaq bütün dövlətlərin də rızasını alaraq fərqli bir yol, yəni Aralıq dənizindən çıxan bir yoldan söhbət gedir. Yəni, bu boru kəmərləri də ola bilər, hətta dəmir yolu filan çəkiləcək, bu haqda danışılanlar var. Bunun nəticə etibarilə orta dəhlizə bir müddətdən sonra, orta dəhlizin bir halqası Zəngəzur dəhlizidir, alternativ olacağını və yaxud da ki, bunun bu proyektin ləngiməsinə səbəb olacağını iddia edənlər var və yaxud da ki, bu məsələ alınmayacaq, uzanacaq, orta dəhliz daha tez açılacaq. O baxımdan deyirəm ki, bax, bizim üçün də bu Zəngəzur məsələsi bir qədər, yəni, oradan baxanda həssas məsələdir. Siz bunu necə görürsünüz?
Tamamilə doğrudur. Mən logistik imkanlarla bağlı toxundum. O əvvəlki IŞİD məsələsinə toxundum ki, IŞİDin parıltı olaraq dövlət qururuq məsələsində nəticə yoxdur. Bəli. Amma katalizator kimi nəzərdə tutulan... dövlət qurmaq da istəmirdilər. Təbii, katalizator kimi nə nəzərdə tutulmuşsa, o işini gördü və bundan sonra istifadə olunacaq. Necə ki, PKK-dan 84-cü ildən bu günə qədər istifadə elədilər. Bəli. Zəngəzur dəhlizi və ümumiyyətlə dəhlizlər məsələsi. Son hadisədə Pakistan-Hindistan toqquşma məsələsi də əslində yollarla bağlı olan bir məsələ idi. Çin Pakistan üzərindən yolun keçməsi üçün 55 milyard dollar vəsait ayırmışdı və müəyyən işlərdə görübdü. Birində Bəndər Abbas istiqamətində görmüşdü. Çin, Qazaxıstan, Özbəkistan, Türkmənistan, nə bilim, İran Bəndər Abbas. Bəndər Abbasda məlum bir partlayış oldu. Bu 55 milyard qoyulan istiqamətdə də Pakistan və Hindistan toqquşması oldu. Bu da o həmin məsələ ilə bağlı idi. Daha çox 55 milyardla bağlı idi. Və məsələni bitirmədilər, dondurdular yenə. Yəni burada Amerika demək istəyir ki, indi Çinlə oturtdu masaya belə şeylər danışır. Hər hansı bir yerdən, istəyir Davud yolu olsun, istəyir Afrika buradan keçən yol olsun, orta dəhliz olsun, bizim olduğumuz dəhliz olsun, Rusiya, hardan olursa olsun yolların kontrolü mənsiz olmaz. Mən işlərin içində olmalıyım deyərək bir şey qoyubdur. Amma indi ən normalı Zəngəzur dəhlizinin olduğu istiqamətdir. Çünki niyə? Amerika İranla söhbətlərini bitirməyibdir. Bu gün də sanksiyaları, yeni əlavə sanksiyalar verdi. Rusiya ilə məsələlər daha da ciddiləşəcək, kəskinləşəcək mənim düşüncəmə görə. Çünki artıq açıq şəkildə ki, cırallıq elədi. İstanbuldakı hələ də görüş baş tutmur. Onların cırallığını qəbul elədi hər kəs. Qəbullandı Trump da məncə ki, cırallıq edən bunlardılar. Və belə bunlar üçün də rahat olmayacaq. Putin bunu bilirdi və 2 gün əvvəldə bir şeydir ki, biz sanksiyalara hazır olmalıyıq. O gözləyir məsələləri. Yəni İranda məsələ bitməyibdir. Çünki onu bitirmək də rahat deyil. Həm də İsrailin orada kifayət qədər... Heç kim öz mövqeyinə geri çəkilmir, İran da mövqeyində. Yəni, Amerika bəlkə heç İsraillə razılaşmadan bəzi işlər görür, hesab eləmirəm. İsrailə dəxil olan bölgələrdə İsrailin o şeyini almadığını qorxudan deyil. İsrailin razılığını almadan bir iş görülmür. Ona görə İranda bitmədiyinə görə, Rusiyada məsələ qaldığına görə bu orta yolun, bu orta dəhlizin işlənməsində yaxın zamanlarda töhfə verəcəkdir və mən hesab edirəm burada da həm Azərbaycana, həm də Türkiyə Trump yeni daha ciddi şəkildə imkanlar tanıyacaqdır və yaxud da ki, imkanların reallaşdırmaq üçün dəstək verəcək. Mən bir hesab edirəm. Əslində, sizcə Trumpın bölgəyə səfəri və bu ərəb dövlətləri, o ərəb dövlətləri ki, hamısı minimum o ideolojik səviyyədə, məhzəb kontekstində deyirəm, İranla qarşıdurmadadırlar və onların hamısını bu və ya başqa şəkildə İran onsuz da özünə təhlükə görür. Onlarla bu yaxınlaşma, silah alveri və bunların hamısı mənim nəzarətimdədir mesajı İran və Amerika Birləşmiş Ştatları arasındakı indi bu danışıqlar gedir. Onlara da bir təsir imkanıdırmı və müsbət mənada, Amerika Birləşmiş Ştatlarının istədiyi müsbət mənada bir təsiri olacaqmı? Təbii olacaq. Artıq İran tərəfdən bəyanat verildi. Verildi ki, biz zənginləşmiş uranı təhvil vermək hazırıq və nüvə silahı əldə etməmək öhdəlik götürə bilərik. Amma zəif formada zənginləşdirilmiş vəsaitdən enerji əldə etmək üçün, din istifadə üçün biz ondan vaz keçməyəcəyik deyirlər. Yəni şərtləri, bir şərt qoyurlar ki, Amerika sanksiyaları ləğv eləsin. Belə də bir ifadə işlədilər ki, Trump çünki çıxışında bir zeytun budağı göstərmişdi. Deyirlər ki, bizə zeytun budağını göstəribdir, amma realda yoxdur. Biz o tikanlı məftil kimi görürük. Faktiki addım atılsın. Yəni, əgər böyük sanksiyalar İran üzərindən götürülərsə, onda biz də bunu eləyərik. Əslində, İran tərəfinin rəsmiləri İran əhalisini dişinə vurdu, zontlama elədi burada. Əhval-ruhiyyəni yoxladı. Çünki nə qədər meydan oxuyurdu, biz geri çəkilməyəcəyik, biz atom silahı əldə edəcəyik, kimsə bizə təsir etməz. Hətta deyirdilər ki, biz danışmırıq Amerikanla. İran prezidenti deyirdi ki, qələt edib Trump bu qədər belə ifadələr işlədirdi. İndi birdən-birə ki, belə vəziyyət dəyişir. Bu o deməkdir ki, arxa qapı diplomatiyasında kifayət qədər razılıqlar vardı və İran geri çəkiləcəkdir ki, bu proqnozlaşdırılırdı. Bu vaxtda biz də söhbət eləmişdik ki, bu studiyada. İran geri çəkiləcəkdir, onun başqa yolu yoxdur. İndi artıq o meydanda Trump da ki, hər şeyi daraldır İran üçün, o da bu mənada İrana kömək edir ki, onlar öz əhalisini deyə bilsin ki, daha biz nə edə bilərik? Bəli, kompromis üçün əsas olsun. Ətrafımızdakı müsəlman dövlətləri belə onlar da bizi satdı. Baş-xərac verirlər, bizi satırlar, bizim yanımızda deyirlər. Belə halda biz nə edə bilərik? O çox ehtiyatla iş görmüşdü özü də Trump əvvəl. Yadınızdakı ilk addımlarından birisi OPEC ölkələrinə təsir idi və neftin qiymətini salma. Rusiya müəyyən avanslar göstərməklə bərabər həm də deyirdi ki, neftin qiymətini $40 salsaq, sənin onsuz da vəsaitən olmayacaq. Çıxış yolun yoxdur, sülhə gələsən.
Bu danışıqlar ortasında da İran'a həm də işarə edir ki, bütün bunlar mənim yanımdadır. Mən burada neftin qiymətini salaramsa, sənin vəziyyətin pisləşəcək. Bu ifadəni də vasitəsiz nitq kimi İran rəhbərliyi öz əhalisinə deyəcəkdir. Yəni işin asanlaşdırır. O mənada bu siyasətin, aparılan siyasətin İran-Amerika danışıqlarında Amerikanın avantaj alması, üstünlük almasında məncə çox ciddi şəkildə əhəmiyyəti var. İndi İranla uzlaşdılar və bu zaman bizim üçün burada Türkiyənin təbii ki, Azərbaycandan fərqli olaraq Suriya üzərindən Orta Şərqdə ayrı bir gündəmi var. Amma Türkiyə və Azərbaycanın da bir gündəmi var. Çox gözəl vurğuladı. Zəngəzur dəhlizi hələ açılmasa da onun uğrunda, ona nəzarət uğrunda mübarizə geçsə də faktiki olaraq, yəni Azərbaycan və Türkiyənin nəzarətindədir. Onun açılmamış halı belə. İndi bizim bir ümidimiz var ki, İranın qırmızı cizgisi olmaqdan çıxacaq, açılacaq o. Amerika Birləşmiş Ştatlarından bu məsələ, uzlaşmalar filan nəticədə Orta Dəhlizin İran üzərindən, yəni Azərbaycan Respublikasının cənubundan keçən və Türkiyədən gəlib keçən bir nöqteyi nəzərindən açılması perspektiv açılacaq. Bəs onu bizim bu zaman Azərbaycan və Türkiyənin maraqlarının parçalanması, ayrılması deyilmi bu? Təbii, amma hesab eləmirəm ki, belə rahat məsələdir bu. Həm bütün məsələlərdə bölgədə Türkiyə ilə Amerika razılaşacaqdır. Çünki Türkiyə çox ciddi gücə çevrildi. Üstəlik də PKK-nın ləğvindən sonra vəziyyəti daha da yaxşılaşdı. Və xatırlayırsınızsa, bir müddət əvvəl, xeyli müddət əvvəl G5 plus Amerika görüşü keçirilmişdi. Və ondan da əvvəl G5 plus Çin görüşü keçirilmişdi. Orta Asiya Respublikaları, 5 Respublikanın, Çinin və Amerikanın. Onu qazanmaq uğrunda da savaş gedir. Əslində bu məsələdə biraz da Avropa İttifaqı qabaq düşüb 12 milyard ortaya qoydu ki, mən də burada bir işlər görmək istəyirəm. Burada məqsəd o yeni yol. Bayaq Turab bəy də ona toxundu. Əslində cənubdan keçən bir yol vardı. O daha çox ağlabatan bir versiyaydı ki, Bəndər Abbası genişləndirirdi, Limanı genişləndirirdi Çin və Çindən ora qədər dəmir yolu gəlir. Oradansa dəniz yolunun Avropaya çıxış məsələsi var. Avropa İttifaqı ondan istifadə eləmək məsələsini qurdu. Amma burada məncə son sözü, indilikdə Zəngəzurda niyə o qədər təkid eləmirlər? Rusiyaya görə təkid eləmirlər. Çünki Rusiyada nəfəslik açılma ehtimalları da yarandığına görə... Rusiyaya sərfəli bir, amma nəzarəti kim eləyəcək? Əlbəttə, ona görə çox cəhd eləmirlər və Ermənistanda da biraz işləri ona görə sahmana çalışırlar. Ona görə mən hesab edirəm ki, bu yol məsələsində ki, belə biraz qarışıq kimi görünən əhval vardı. Bu məsələdə Türkiyənin, Azərbaycanın fikirlərini Almanla bir şeylə bilməzlər. Amma biz, bütün hallarda mən bunu subyektiv fikrimdə bəlkə ola bilər, bəlkə abardıram. Yox, siz siyasətçisiniz. Türk respublikalarının ərazisində qiymətli metal elementləri var. Da lityum, uran falan, o Qazaxstanda, Özbəkistanda və əslində Avropa İttifaqında. Əvvəl Fransaya getmişdi, sonra Almaniyaya getmişdi, ona görə getmişdilər. Bu var bizdə. Logistik imkanlarımız var bizim. İnsan potensialımız vardı. Çox ana milləti, bütün respublikalar, TDT-də olanlar. Evet. Türkiyədə Akquyu artıq hazırlanır. Məncə bu günlər artıq biz o xam malın yarım fabrikanta çevrilmə, özümüzün çevirməyimiz, istehsalımız və hətta son məhsulat çevirmə haqqında düşünməliyik. Çünki bu günlər dünyanın taleyini həm də artıq süni intellekt, nüvə enerjisi və logistik imkanlar daha çox həll edir. Bütün bunları o iki elementdə əldə etmək lazımdır. Azərbaycan prezidentinin ay yarım əvvəl bir sərəncam olmuşdu. Süni intellektlə bağlı xüsusi bir sərəncam olmuşdu. Və o təhlükəsizlik müzakirəsinə bağlı yaxın günlərdə Türkiyənin Müdafiə Nazirinin və Təhlükəsizlik Şurasının katibinin bura gəlməsi, bəlkə vəzifəsini doğru ifadə eləmədim, Okay bəy bura gəlməsi. Bəli, bəli. Və burada bəzi müzakirələr aparması, məncə artıq onu da artıq mövzuya keçəcəkdir ki, Türkiyə çünki son vaxtlar ki, bu dronlarla bağlı başqa məsələlərlə bağlı işlər gördülər. Geridə qalmasına. Çünki bu gün Amerikada nəyə tələsir? Amerika özünə maskı, mavin götürməklə, yanına götürməklə əslində süni intellekti önə çatmaq məsələlərini qoydu qabağa ki, neynəyək? Və bir də gömrük məsələsini qoydu. İndi Trump'ı deyirlər, ay belə gömrük falan. Adam hər gün 1 milyarda qədər vəsait əlavə əldə edirdi, gətirirdi. Amma Çin süni intellektin praktiki həyata keçmə məsələsində Amerikadan xeyli qabaqdır. Siz çox maraqlı bir məqama gəldiniz. Doğrudan mən heç... Bu məsələni nə üçün deyirəm? Fikrinizi... Buyurun. Bax, əslində, bütün bu proseslər nəticə etibarıyla bu bölgədə uzlaşma olursa, Zəngəzur dəhlizindən söhbət gedirsə, bu Orta Dəhlizin Zəngəzur halqasından bir qədər gündəmdən düşür. Amma indi biz baxıb görürük ki, Türk Dövlətləri Təşkilatının özünün
daha çox birləşməsi və nəticə etibarilə əgər biz əlimizdə olan xam malı müasir o nöqteyi nəzərdən istehsal etməyə ən azından yarım fabrikat halına gətirəcəyiksə, bu zamanda daxilimizdə bir daşınma yolu olmalıdır. Çox doğru. Onun üçün də Zəngəzur məsələsi və bu da nəticə etibarilə bu Avropa Birliyi üçün də bir məqamdan sonra Çin üçün də yenə də bu maraqlı olacaq və onda yenə bu Zəngəzur dəhlizi gündəmdən düşmür və önəmli itirmir. Bu həm çox təhlükəsizlik elementidir. Bir vaxt Rusiya təyyarəsi məsələsində Türkiyə vuranda üzərinə gedəndə Pakistan bir bəyanat verdi ki, sən nüvə dövlətisən, ona hədələyirsən, amma bizim nüvə silahlarımız Türkiyənin nüvə silahları sayılmalıdır kimi bir şeydir. O dövrdə elə bir şey. Yəni biz həm burada o təhlükəsizlik elementlərini əldə etməyi bacarmalıyıq, həm yeni texnologiya, nanotexnologiya və süni intellekt məsələsini həll etməyi, siz dediyiniz kimi özümüz bir yerdə bir ortaq bazar eləməliyik və Avropa İttifaqına münasibətlər Türkiyənin artıq gedib qapıda gözünü döyə-döyə gözləməsi və təhqir olmasına bitməməlidir. Bu birlik TDT və Avropa İttifaqı arasında birlik. Əslində görən o ki, hədəf budur. Ona görə də məsələn mən bu Türk Respublikalarının Kipr məsələsindəki bir Hakan Fidan yaxşı bir sözdür. Ona sual verdilər, dedi ki, bu ailə məsələsində mən media çıxarmaq istəmirəm. Artıq bu dövlətlərimiz bu ciddi layihələri biri-birindən razılaşdırmalıdırlar ki, xaricdən bilsinlər ki, bunlar ayrı-ayrılıqda 12 milyarda falan... Görünən olur ki, razılaşdırılma da var. Yəni, nəticə bugün daha konkret görsənir. Sonra da Azərbaycanda görüşdə yəqin yeşundaşdır. Yəni, bu savaşın içərisində görünməyən altyapıda süni intellektin praktik şəkildə tətbiqi məsələləri çox ciddi şəkildə burada tək süni intellekt təbii ki, biz bunu deyirik, amma resurslar ki var, imkanlar, bugün gələcəyə dair texnologiyalar ki var, proyektlər var, onların xam malı yoxdur. Bizdədir, biz isə onu özümüz istehsal edə bilməsək də nəticədə bu əlimizdə tutmaq. Bəli, bəli. Alət bizdədir və ona görə biz bunun yan cinah müdafiəmizi ilə qurmalıyıq ki, Zəngəzur dəhlizi ilə bağlı bizə təsir və təzyiq eləyəndə biz bunu siyasi alver predmetinə çevirə bilər ki, onda bu da bu olacaqdır. Mən sənə falan şey vermirəm kimi bir şey. Çünki bayaq Turabə çox gözəl izah elədi. O qədər alternativli, çox şaxəli işlər görürlər. Təkcə Çin özü, az qala özü alternativ verir. Buradan Bəndərə bası, oradan Vietnamda. Bütün variantları özü ələ keçirir. Belə variantlarda biz köməkçi yol kimi dediyimiz elementləri həm gücləndirmə təhlükəsini təmin eləmək, həm də başqalarına təsir elementi kimi artıq formalaşdırmalıyıq.